Bir dəfə bizi Qubaya beynəlxalq turnirə apardılar sambodan. Mənim çəkimdə 2 dənə dost var. Həmişə birinci, ikinci yeri bunlar götürür. Mən də ilk dəfədir ki, böyük turnirə gedirəm. Bunların sifətini də görməmişəm. Ancaq adlarını eşitmişəm. Onların birinin adı da Zaur idi. Onları fikirləşirdim ki, bunlar qeyri-adi bir insanlar. Uşaq ağlı ilə. Yadımdadır ki, orada bizi bir pansionata yerləşdirdilər. Mən qapını açdım. Qapını açanda gördüm ki, bir dənə oğlan çıxdı qabağa. Əlində qılınc, doğrudan zarafat eləmirəm. Əlində bir qılınc. Mən nəsə buna baxdım. Dedi ki, çəkin nə qədərdir? Mən yadımdan çıxdı. 50 neçə kiloqram dedi. Orada da bir uşaq var, Pərviz dedi. Pərviz bu da onun dostudur. Bu bizi ilə eyni çəkidə güləşir. Yəni bu kimlə düşsə bəxti gətirdi, yəni rahat yıxacaq onu. İlk çıxdım Zaurla. Məsələn, Zaur məni təmiz qələbə ilə uddu. İkinci mən çıxdım, orada Pərviz adında bir oğlan var idi. Onunla çıxdım. O da məni təmiz qələbə ilə uddu. Biabırçı bir şəkildə uduzdum. Üstündən bir ay keçib zala gəlmişəm. Bizdə 5-ci günlər güləş vaxtı olurdu. Başqa zallardan kimlərsə gəlir. Bir də gördüm ki, həmin bu uduzduğum oğlan girdi içəri. Üstündən bir ay keçib güləşi mən aparıram da, yəni qabaqda bir kapitan kimi mən aparıram. Bu uşaq girdi zala, qayıtdı, dedi ki, bu uşaqla mən güləşmişəm beynəlxalq turnirdə, mən bunu yıxmışam. Mənə o qədər pis təsirlədi. Yəni hamının yanında hörmətim var, ancaq adam sənə gəldi, alçaltdı. Bizim o vaxtda bir trenerimiz vardı, Şahlar Mustafayev. İndi dünyasını dəyişib, ölkənin sambo üzrə əməkdar məşqçisi idi, beynəlxalq dərəcəli hakim idi, çox tanınmış bir şəxs idi. Bu dedi ki, indi güləşsən bu səni yıxar. Belə bir söz dedi. O da dedi ki, necə ola bilər? Yarış təzə bitib də. Yəni 20 gün uzağı bir ay olar bitib. Yəni bu bir aya nə güc əldə elədi. Dedi, istəyirsən güləş, bu səni yıxacaq. Nəsə hamı əyləşdi kənara. Bu Zaur da idman forması ilə gəlib, çıxdı ortaya biraz 5-10 dəqiqə qızışdı. Razmenkadan sonra biz güləşdik və güləşəndə oğlana əməlli başlı göz açmağa imkan vermədim də. Təmiz qələbə ilə Zauru yıxdım. Dedi ki, bir dənə də güləşək. Bir neçə dəfə güləşdik, hamısında da Zauru yıxdım. Sonra Zaur getdi o dostu Pərvizi gətirdi. Və həftədə bir dəfə bunlar gəlirdilər, bizim zalda güləşirdilər. Və ondan sonra məndə belə bir sual yarandı ki, yəni bu bir aya ümumiyyətlə nə dəyişdi? Necə oldu ki, mühüm bir turniri sən uduzursan, ancaq sən gəlirsən zalda bunlara qalib gəlirsən. Sonra dedim ki, biraz böyüyəndən sonra arası bir neçə il keçdi. Dedim ki, bir dənə kitab qələmi alacağam və o bütün problemləri orada yazacağam. Və o kitabı da yazdım. Mən 11-ci sinifdə oxuyurdum idman haqqında və onun idmançının psixoloji dünyası, adaptasiyası və bu cür mövzulardan. Sonra düzdür kitab itdi. Mənim düz 2 dənə kitabım yazmışam. Bunlar qalmayıb. Heç beynimdə də belə ümumi ştrixləri qalıb. Kitab itdi. Və mən artıq universitetdə oxuyuram, İqtisad Universitetində. Mən başladım məqalələr yazmağa və məqalələrim yeniyetmələr haqqındaydı. Onların fikrinə ətraf mümkün təsiri. Redaksiya bəyəndi, ikinci təklif, üçüncü təklif. Bu cür başladım məqalə, ondan sonra keçdim kitaba. Belə oldum sonra yazıçı.